Ukrayna ordusu Rusiyanın daha bir vilayətinə girdi. Yaşayış məntəqəsi ələ keçirildi. Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqrad vilayətinin kəndini ələ keçirib. Report xəbər verir ki, bu barədə Rusiyalı hərbi müxbir Vladimir Romanov Telegramda bildirib. Kəndin havadan video görüntüsünü paylaşan blogçu Rusiya qoşunlarının ərazini tərk elədiyini açıqlayıb. Demidovka, Belqrad vilayəti hazırda düşmən tərəfindən zəbt edilib. Onu saxlayanlar sadəcə olaraq onu atıb gediblər. Düşmən mina təmizləmə işləri apararaq keçid aça bilib, ərazini saxlayan qüvvələr bu anı buraxıblar. Vəssalam, düşmən buradadır. Xatırladaq ki, ötən ilin avqustunda Rusiyanın Kursk vilayətinə hücum eləyən Ukrayna Silahlı Qüvvələri regionun təqribən 1000 kvadrat kilometr sahəsini, o cümlədən Sudzha rayonunun eyni adlı mərkəzini, habelə bir neçə kəndi ələ keçirə bilmişdi. Mart ayında Ukrayna ordusu Kursk vilayətindən geri çəkilib.